Azərbaycan Respublikasında Konstitusiya ili çərçivəsində Gəncə Dövlət Tarix Mədəniyyət Forumunun təşkilatçılığı ilə Nizami Gəncəvin əsərlərində ədalət və idarə etmə anlayışı mövzusunda beynəlxalq onlayn konfransı təşkil edilmişdir. Nizami Gəncəvi yalnız böyük şair deyil, həm də dərin düşüncəli bir mütəfəkkirdir. Onun əsərlərində dövlətçilik, qanun, ədalət kimi anlayışlar mühüm yer tutur. Nizami Gəncəvin ədalət və idarə etmə mobil ilə müasir konstitusiyamız arasında mənəvi bir körpü mövcuddur. Bu körpü bizi həm tarixi köklərimizə bağlayır, həm də gələcək üçün daha ədalətli və güclü bir dövlət qurmağa çağırır. Mövzu ilə bağlı çıxış etmək üçün dəyərli məruzəçilərimiz tədbirimizə dəvət olunmuşdur. İlk dəfə söz verilir Türk Kültür Platformu Başkanı Sosial birinci yazar Metin Yıldırım. Metin Bey. Efendim herkese günaydın. Öncelikle sesimin gelip gelmediğini lütfen bildirin bana. Sesimi duyabiliyor musunuz? Bəli. Ha, tamam o zaman. Yani normal ise konuşmama devam edeyim. Ben İstanbul'da oturuyorum bildiğiniz gibi ama memleketim olan Iğdır'a geldim. Şimdi Iğdır'dan bu toplantıya katılıyorum. Öncelikle toplantıyı düzenleyen herkese teşekkür ediyorum daveti için. Ve sizlere başarılar diliyorum. Nizami'nin adalet anlayışı gördüğüm kadarıyla konumuz. Şimdi ben olaya şöyle yaklaşmak istiyorum bir sosyal bilimci olarak. Adalet aslında hepimizin bireysel olarak ilişkide bulunduğumuz herkesten beklendiğimiz bir davranış türüdür. Yani e, sokağa çıktığınız, sokakta karşılaştığınız insanlar, alışveriş yaptığınız bakkal, alışveriş yaptığınız giyim mağazası, simitçi, börekçi, çaycı, e, görüştüğünüz herkesten adil olmasını, size karşı adil davranmasını beklersiniz. Tabii bu arada kendinizin de adil olması gerekiyor. Ama bütün bu bireysel işlerin içerisinde ince bir ayrıntı var. Yani siz e, yemek yemeye gittiniz bir lokantaya. Oradaki lokanta sahibinin ya da garsonların size çok adil davranmadığını, size farklı bir fiyat tarifesi uyguladığını hissettiniz. Oraya bir daha gitmezsiniz. Yani bu bireysel bir tercihiniz olarak daha adil olan yeri ararsınız. Ancak devletle olan ilişkilerimizde bu biraz daha farklı boyuttadır. Asıl adaletli olmasını beklediğimiz devletin yönetim anlayışıdır ve devleti yönetenlerden beklediğimiz davranış biçimidir. Demin anlattığım gibi bir lokantaya gittiğinizde size adil davranmadığını hissettiğiniz yere bir daha gitmezsiniz, olur biter. Ama devletinizi terk edemezsiniz. Devletinizden başka bir yere, ülkenizden başka bir yere göç etme şansınız da çok yoktur. Dolayısıyla devletinizin ve devleti yönetenlerin adil olması bu açıdan çok çok önemlidir. Bütün vatandaşlarına eşit davranan ve onlarla yasa önünde, kanun önünde eşit bir şekilde bir hukuk uygulayan devlet modeli, devlet biçimi ya da yöneticilerin o kişisel davranışları çok daha makbuldür, çok daha ön plana çıkıyor bizim için. Nizami Gencevi de zaten bütün eserlerinde aşağı yukarı devletle ilgili olan ilişkilerinde bu adalet duygusuna ön plana çıkararak beklentisini söylüyor. Yani orada şunu söylüyor. Diyor ki devletten beklediğim nedir diyor. İşte kişinin varlığını, asayişini temin etmek ve onun adaletini yaymaktır. E, Hatta diyor onun için Nizami için bu adalet anlayışı kutsal bir idealdir. Yani ulaşmak istediği çok kutsal bir idealdir. Bir eserinde ise
Mahzenül Esrar diye bir eserinde zulme uğramış ihtiyar bir kadının ağzı ile Büyük Selçukluların hükümdarı Ben Sultan buldum. Sencer'e hitaben şöyle diyor. Diyor ki siz madem ki adaletsizliğe tahammül ediyorsunuz demek ki Türk değilsiniz. Yani Nizami'nin bu sözlerinden ben şunu anlıyorum. Türkler adaletsizliğe, zulme şey yapmazlar, göz yummazlar. Yani kendileri de zulmetmezler ama birinin başka birine yaptığı, üçüncü kişiye yapmış olduğu zulme de sessiz kalmazlar şeklinde bir şey çıkıyor ortaya. Çok önemli bir söz. Çünkü ne diyor bakın siz diyor eğer adaletsizliğe tahammül ediyorsanız yani sesiniz çıkmıyorsa yani siz ona tepki göstermiyorsanız yani hey arkadaş dur e, burada sen zulüm yapıyorsun demiyorsa sen diyor Türk değilsin. Yani bütün Türklerin zulme karşı olduğunu, adil olduğunu burada anlatmak istiyor ki bana göre de Türk tarihindeki o geçmişe serüvene baktığımız zaman Türkler gerçekten adil davranmıştır. Savaşlar esnasında mesela kadına, yaşlıya, çocuklara asla kılıç çekmemiştir. Karşısındaki düşmanla, kendi gücündeki elinde kılıcı olan kişilerle savaşmıştır. Biz silahsızlarla asla savaşmadık. Ama yakın tarihimizde gördük. Mesela ben geçen yıl bu zamanlarda Gence'deki o 44 günlük savaş zamanı e, Ermenilerin füze attığı evin oraya gittim. Ya Gence sınırdan çok uzak olan bir yer ve Gence'de sivil halk yaşıyor. Elinde silahı yok. Orada çocuk olabilir, kadın olabilir. Füzelerini Gence'ye doğrultan bir milletten söz ediyoruz. Kim? Ermeniler. Bunun da altını çizerek belirtmek istiyorum. Yani bir yandan sivil yerleşim yerlerine ateş eden bir millet var. Ama bir yanda da elinde kılıcı olmadığı zaman onlara kılıç çekmeyen, onlara haksızlık etmeyen Türk milletinden söz ediyoruz. Ben yine e, Nizami'nin e, şeyle ilgili, adaletle ilgili bir takım beyitlerini okuduktan sonra konuşmama son vermek istiyorum. Şimdi ne diyor? Bu arada hem sitem yapıyor hem tavsiyelerde bulunuyor. Yani o zulme göz yumanlara da bir yandan da sitem ediyor içten içe. Yapmayın bunu diyor. Bakın şöyle başlamış. Seninkidir bu güzel, can celalli ülke. Fahret, sevin, ülkenin sal üzerine gölge. Seher senin karşına çıkarır güz gücünü. Belki sen o güzgüde görersen öz üzünü. Bunu bir padişaha yazıyor bu beyitleri. Toprak gibi eğilme, daim tevazükar ol, teme salma dünyaya, eli boş bir rüzgar ol. Karışık toz topraktan çok yakşıdır saf toprak. Havaya kalkmış toprak, kara toz olur ancak. Maslahatı düşünme, maslahatı düşünmek adil için nimettir. Bu govümden kurtarmak en güzel bir sanattır. Sen şehre, goşuna yaxşılık etsen eğer, onlar da sana daim yaxşılık isteyerler. Halka zulüm eder. Her kim dağıtsa memleketi, adalet üzerinde durar, şahlar devleti. Çok önemli bir cümle. Bakın halka zulüm eder. Her kim dağıtsa memleketi, memleketi dağıtıyorsan diyor, sen zulmettin halka ve adalet üzerinde durur. Yani kalır anlamında ben anladım. Şahların devleti. Eğer şah ise, şahın devleti var ise ancak adaleti sağlamışsa, adaleti uygulamışsa halkının üzerinde bu şahın devletinin akıbeti iyi olur ve devamı olur. Ben burada sözlerime son veriyorum. Diğer konuşmacılara da söz hakkı vermek için. Teşekkür ediyorum sizlere. İnşallah Nizami'nin adaletini kendi ülkemizde, bu arada
Ben kendimi Azerbaycanlı olarak da görüyorum. Azerbaycan içinde bunu söylüyorum. Türkiye içinde ve diğer Türk Cumhuriyetleri de benim ülkemin bir parçasıdır ve biz oralara aitiz. Bütün ülkelerimizde adalet bekliyoruz yöneticilerimizden ve kendimiz de adil olmak koşuluyla herkese selamlar, saygılar diyorum, başarılar diliyorum. Teşekkür ederim. Biz sizə təşəkkür edirik Metin bəy, sağ olun. Hər zaman bizim yanımızdasan, bizimlə bizim tariximizi paylaşırsınız. Bizim tariximizi Türkiyədə yayımlayırsınız. Buna görə biz sizə təşəkkür edirik Metin bəy, sağ olun. Çok sağ olun. Şu anda imkanlarım sınırlı olduğu için sanırım bu programı önümüzdeki hafta Türk Kültür Platformu'nda yayınlayacağım. İstanbul'a dönmem gerekiyor. Döndükten sonra şimdi burada internet biraz sıkıntılı, paylaşımlar sıkıntılı. Önümüzdeki hafta içerisinde ben paylaşır, linkini size gönderirim. Diğer katılımcılara da başarılar diliyorum. Teşekkürler. Çox sağ Bəli, biz olun sizə Metin bəy. təşəkkür Təşəkkür edirik. Çox sağ olun. Növbəti çıxış üçün söz verilir Gəncə Maarif Evi İctimai Birliyi sədri Əliyev İmamverdi. Buyurun İmamverdi bəy. İmamverdi müəllim Hər buradadır. birinizi Bayaq salamlayıram, da hoş gördük. danışdım. Çox sağ olun ki, bu cür tədbirdə bizə də yer verirsiniz. Məndən qabaq çıxış eləyən Mətin bəyə də özlərinin təşəkkürümü bildirirəm. Məndə mövzu sərbəst olduğuna görə bir də nə olsa hamıdan artıq üzr istəyirəm, nə əgər əksi olsa, öz oxumaq istəyirəm. Nizami öz ölməz xəmsəsi ilə dünya ədəbiyyatı xəzinəsinə qızıl hərflərlə yazılmış əbədi bir miras qoyub. O yaxın və orta şərqdə ay tək parlayan günəş tək nur asan dünyaya sözün əsl və həqiqi mənasında estetik zövq verən nadir sənətkardır. Heç təsadüfi deyil ki, özü tarixində ondan sonraki dövrlərdə heç kəs həkim, şeyx, mütəfəkkir, filosof və dahi titullarını ala bilməmişdir. Bildiyimiz kimi böyük şairlər Əbdüllah Gəncəvi və Məsləti xanım Nizami də mühitin yetişməsidir. Nizami Gəncəvi Gəncə ədəbi mühitinin yetişdirməsidir. Nizami öz növbəsində intibaha töhfə vermişdir. Lakin Nizami qüdrəti onları bir növ arxa plana çağırmışdır. Nizami öz əsərlərini fars dilində yazmışdır. Bu da səbəbsiz deyil. Çünki orta əsrlərdə bütün şərq aləmində şeir, poeziya dili məhz fars dilində yazılması prinsipi qəbul edilmişdir. Amma burada belə bir maraqlı bir məqama toxunmaq istəyirəm. Nizami Gəncəvi Leyli və Məcnun əsərinin əvvəlində yazır ki, bir gün naşəli idim, aləm şad kimi, dəmlər içində idim. Qarşılarım açıqdır, sanki bir kaman, dururdu qarşımda yazdığım divan. Yəni həmin o divan da bizim əlimizdə yoxdur. Sonra belə bir maraqlı bir sizlə bölüşmək istədiyim bir məsələ bu fikirdə Aktitan Nizamiye məktub yazır və deyir: bu təzə gəlinə çəkəndə zəhmət, fars ərəb dili ilə vur ona zinət. Fars dili yaraşmaz şah nəslimizə, ayçilik gətirər fars dili bizə. Yüksək olmalıdır bizim dilimiz, yüksək yaranmışdır çünki nəslimiz. Və maraqlı bir sual burada ortaya çıxır. Nizami Gəncəvi ümumiyyətlə bütün əsərlərini fars dilində yazmışdı. Ondan qabaqki əsərlərində Sirlər Xəzinəsində Məxsanlı Əsrar, Xosrov və Şirini də. Amma ikisi də fars dilində yazmışdı. Buna fars dilində yaz deyəndə bu nə etməlidir? Bu deməlidir ki, mən onsuz da fars dilində yazıram. Heç onun Nizamiyə fars dilində yaz demək də olmazdı. Bəzi eləyək ki, indiki dövrümüzdə dövlət Çingiz Abdullayevə bir əsər sifariş verir. Çingiz Abdullayev dövlət də bilir ki, rus dilində yazır. Ona təkidlə rus dilində yaz demək olmaz. Yəni bilirlər ki, rus dilində yazırlar. Və burada Nizaminin reaksiyası maraqlıdır. Və Nizami Gəncəvi buyurur ki, qulluq halqasına düşdü qulağım, qan vurdu beynimə, əsdi dodağım. Nə bir gücüm vardı əmirdən qaçım, nə də gücüm vardı xəzinə açım. Ömrüm viran oldu, solub saraldım. Bu sözün önündə cavabsız qaldım. Qəlbimə yaxın bir mərhəm hanı, ona söyləyəydim bu macəranı. Qəlbimdə can kimi əzzim olan Məhəmməd Nizami oğlum bu zaman öpüb əyağımı xeyli mehriban, dedi ey göylərə meydan oxuyan. Xosrov və Şirini yazıb yaratdın, hər duyan könüldə bir zövq oyatdın. Leyli və Məcnundan yarat bir əsər, cüt olsun yazdığın qiymətli gövhər. Bildiyimiz kimi, yəni oğlunun xahişi ilə də bu Leyli Məcnun əsərini yazır.
Yəni mən düşünürəm ki, Nizami Gəncəvinin türk dilində də əsərləri olub. Bəli, bu bir fərziyyədir. Amma bu dövrümüzə dək gəlib çatmır. Çünki o vaxtda fars şovinistləri və sair və ilaxır qoymuyorlar. Bəli, Nizami Gəncəviyə həkim deyirlər. Nizaminin təsirindən böyük özbək şairi Əlişir Navai özbək xəmsəsinə yazır. Deyir, orada belə bir yazır ki, Nizami Əlişir Navainin Nizaminin Gəncədə olmasını da vurğuluyor. Deyir, çox çətindir Nizami ilə pəncə-pəncəyə vurmaq. Nizami kimi bir kişi ilə pəncə-pəncəyə vurmaq. Özünü Nizaminin şagirdi hesab edir. O Nizaminin Sillər Xəzinəsi dastanı ilə tanış olduqdan sonra deyir, bütün dünya meşələri qələm, dəryalar mürəkkəb olsa belə Nizaminin hikmətini yazıb bitmək olmaz. Deyir, Nizami Gəncəvi o qədər böyük və əzəmətli və çəkilidir ki, göylər qədər böyük tərəzi, yer kürəsi qədər iri ölçü vahidi lazımdır. Hələ onda belə də vurğuluyor ki, 100 il çəksələr, yüzündən bir qədər çəkə bilməzlər. Nizami həm də həkim deyiblər, o mənəviyyatın həkimidir. Bəlkə də o nədir, oğluna da o nəsihətində o həkim olmasını vurğuluyor. Nizami Gəncəvi həm də bir şeyx idi. Yəni, böyük İran alimi Məhəmməd Hüseyni özünün Pir-i Gəncə əsərində yazır ki, Gəncədə pir axtaranlar elə Nizami Gəncəviyə sitayiş edə bilərlər. Nizami Gəncəvini ziyarət edə bilərlər və bu onlar üçün bir mənəvi bir saflığa gətirib çıxırlar. Nizami Gəncəviyə mütəfəkkir də deyirlər. Çünki o böyük bir əsərlərində böyük bir mövzulara toxunmuşdur və həmin o mövzular bugünə qədər də alimlər tərəfindən araşdırırlar. Onun 7 gözəl əsərini oxuyan və Avropa dillərinə tərcümə edən böyük ədiblər Alman filosof şair Höte, İngilis tərcüməsi Blend, Fransızlar Louis Aragon, Jean Doni demişlər. Biz Avropada fəlsəfəni 16-cı, 18-ci əsrdən bilirik. Ancaq Nizami bunların hamısını Robert Oyon, Saint-Simon, Thomas More, Şalufiye və başqaları ondan öncə demişlər. Nizaminin bütün xəmsəsinin yaxşı tərcümə edən tanınmış rus şərqşünası Bertels yazırdı. Nizami bəşəriyyətin min illərcə düşündüyü sülh, azadlıq, demokratiya, bərabərlik, qardaşlıq, dostluq, qadın azadlığı problemlərini bizə açıb göstərmişdir. Bir daha ondan nə istəyə bilərik? Nizami əsl dahidir. Bəli, Nizami Gəncəvinin haqqında dünya dahiləri də çox böyük sözlər demişdir. Onun öyrənilməsi təhqiqi də maraqlıdır. Mən ümid edirəm ki, məndən sonra çıxış edən yoldaşlar da o haqda daha çoxlu necə deyilə bizə məlumat verə bilərlər. Hər birinizi təşəkkür edirəm. Çıxışımda nə əgər ərsik varsa ona görə də hər birinizdən üzr istəyirəm. Bura balaca bir vaxt, adam az bir vaxtda da çox söz demək istəyir də çatdıra bilmir. Minnətdaram. Çox sağ olun. Çox sağ olun İmamverdi müəllim. Təşəkkür edirik. İndi isə növbəti çıxış üçün söz verilir. Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğu Nizami Gəncəvi Məqbərəsi kompleksinin filial müdürü Gülnara İsmailova. Gülnara xanım, buyurun. Bir daha həmkarlarımızı mən salamlayıram. Qoruq iştirakçılarını, qoruq üzvlərini salamlayıram. Və bugünkü gündə bizim seminarımıza qatıldıqları üçün təşəkkür edirəm. Bizim elə bir mövzudur ki, Nizaminin özü bütün yazdıqları xəmsəsi, bizə vəsiyyət qoyduğu xəmsəsi başdan ayağa hamısı bizə ədalətdir. Hansı ki, onun yazdığı o ədalətli xəmsədir ki, Quran kitabından birgə qızlara cehiz verirlərmiş. Yəni, bunun özü böyük bir konstitusiyadır, bunun özü böyük bir hədiyyədir. Buna görə Nizami Gəncəvinin Nizaminin hər bir hikmətli sözü, bayaq İmamverdi müəllim də dedi, Metin hocamız da dedi, o insanlara türklüyə ən üstünlük verən bir şairdir, filosofdur, şeyxdir. Onu belə götürəndə deyək ki, hansı ki, bayaq Metin hocamız da dedi ki, sən türk deyilsən, Hindistan, yəni Sultan Səncər və Qara əsərində demək olar ki, bütün əsərlərində Nizami Gəncəvi, İmamverdi müəllim demişkən, tək konstitusiya, hikmət yox, eyni ilə haqq ədalətdən başqa insanlıq da Nizami Gəncəvinin əsərlərində özünü əks etdirir. Hansı ki, heyvanların, quşların dilindən insanları haqqa, ədalətə dəvət edirlər. Nizami Gəncəvi elə bir tarixə malikdir, elə bir tarixin şəxsiyyətidir ki, onun yazıları, onun əsərləri bizim üçün həmişə də bir nəsihətdir. Buna görə Nizami Gəncəvinin əsərlərini, xəmsəsini bizə qoyuluq xəmsəsini. Nəinki Nizami Gəncəvi bu qədər ilahi bir şairdir ki, onun küçədə adları Gəncədən, rayon adı Nizami Gəncəvinin hətta hikmətli sözünü belə götürək deyəndə Nizami Gəncəvi oğluma nəsihət şeirində götürək.
Sonra götürək Bayquş dağının söhbətidir. Hansı ki, iki bayquşun söhbəti. 7 gözəl əsərində fitnə, fəsad, yəni ibrət dərsi götürməkdir. İskəndərin Nüşabə qarşısında baş əyməyidir ki, Nüşabəni o haqq ədalətlə, Nüşabə onu süfrə açıb qızıl zinət əşyaları yeyilmir. Yəni vara dövlətdən uzaq olmaq, haqq ədalətə götürmək. Bunların hamısı Nizami Gəncəvinin əsərində özünü əks etdirən bir poemalarıdır. Bir demək olar ki, məsnəvi formada yazdıqlarıdır. Hansı ki, bizə gəlib çatan əsərləridir. Mən sizə təşəkkür edirəm. Bu gün bizim yəni seminarımızda, bizim elm işçimizdə və ekskursiyaslarımızda onlarda sinədli sözlər var. İstəyirəm onlar da fikrini bildirsinlər. Buyurun Nəfər xanım. Mən sizə təşəkkür edirəm. İşçilərimizin də sinədli sözləri var. Buyurun. Salam hörmətli tədbir iştirakçıları, xoş gördük hər birinizi. İştirak etdiyi üçün bütün mərcəklərimizə xüsusi təşəkkür edirəm. Bugün biz 12-ci əsrin dahi mütəfəkkiri, söz ustadı Nizami Gəncəvinin zəngin irsində ədalət və idarə etmə modelini müzakirə edirik. Və Nizami yaradıcılığı yalnız mikrofonu söndürün. Nizami zəngin idarə etmə modelini biz müzakirə edirik və Nizami yaradıcılığı yalnız poetik məna deyil, həm də ictimai-siyasi baxışları ilə bəşər tarixində xüsusi bir yer tutur. Və onun əsərlərində dövlətçilik, ədalət və rəhbərin məsuliyyəti, xalqın rifahı əsas ideya xəttini təşkil edir. Və İskəndərnamə poemasında Nizami Fatih İskəndər vasitəsilə hökmdarın yalnız güc sahibi deyil, eyni zamanda ədalətin qoruyucusu və bilik daşıyıcısı olması fikrini irəli sürür. Və şairin təsəvvüründə ideal hökmdar xalqı ilə məsləhətləşən, ədalətli bir dövlətin təməl prinsipini qoruyan bir şəxsdir. Və digər tərəfdən Xusrov şiirin əsərində də ədalət anlayışı fərdi münasibətlərdə, hökmdarın şəxsi həyatında, qərarlarında öz əksini tapır. Və burada Nizami göstərir ki, ədalət yalnız dövlətin deyil, həm də insanların daxili mənəvi aləminin əsas bir dayağıdır. Və Nizami Gəncəvinin idarə etmə modeli xalqı dinləyən, haqqı qoruyan, hikmət və elmə üstünlük verən bir rəhbərin obrazına əsaslanır. Və onun ideyaları bugün də müasir dövlətçilik elminin dəyərləri ilə üst-üstə düşür. Şəffaflıq, hesabatlıq, insan amili və ədalət. Nəticə olaraq deyə bilərik ki, Nizami Gəncəvin əsərlərində təqdim olunan ədalət və idarə etmə prinsipləri yalnız orta əsrlərin deyil, həm də müasir dünyanın aktual dəyərləridir ki, bu ideyalar həm dövlətçilik, həm də cəmiyyət üçün yol göstəricisi mənbə olaraq əsas bugün də qalmaqdadır, bugün də aktualdır. Çox sağ olun Hüseyin xanım. Əgər sözü varsa, digər məruzəçilərimizin buyursunlar. Sağ olun. Çox sağ olun Nəfər xanım. Təşəkkür edirik. Hörmətli tədbir iştirakçıları, tədbirimiz artıq yekunlaşır. Təklifimizi dəyərləndirib iştirak etdiyiniz üçün hər birinizə təşəkkür edirik. Çox sağ olun. Ben kendi adıma teşekkür ediyorum. Bütün herkese selam ve sevgilerimi gönderiyorum. Sağ olun, çox sağ olun Mətin bəy. Sağ olun. Minnətdarıq. Belə bir təlimlər çox olmalıdır. Çünki çox təəssüflər olsun ki, bizim necə deyərlər, əhalimiz Gəncədə yaşamamıza baxmayaraq, ümumiyyətlə ki, Azərbaycan yaşamamıza baxmayaraq Nizami Gəncəvini demək olar ki, tanımırlar. Necə deyərlər, belə tədbirləri tez-tez eləmək lazımdır, çox insanlara qoşmaq lazımdır və təbliğatı ilə məşğul olmaq lazımdır. Hər birinizə dərin təşəkkürümü bildirirəm.